Deyib ki, mən prezidentə də yazmış olsam, müraciət eləmiş də olsam, bu hadisəni araşdıracağım, haqqını tapacağım yerim. Əziz isə cavabında deyib ki, qardaşıma, bu ölkədə ölkəni prezidenti yox, qayalar idarə edir. Hətta bəli, ona görə də qardaşım heç kimə müraciət eləməyə lüzum görməyib. O qayalar da bu günləri olmadığına görə, cənab prezident bütün qayaları yıxdığına görə indi müraciət eləmək indi vaxtıdır. Mənə gəlir ki, ona görə indi müraciət edirik bu neçə illər keçdikdən sonra. Dövləti qayalar idarə edir. Salam, hörmətli izləyicilərimiz. Sizləri Haqqın Səsi verilişimizdə xoş gördük. Bu dəfə Haqqın Səsi verilişinin əməkdaşları Uğurlu Sənanın müraciəti ilə İmişli rayonuna üz tutdu. Değerli izleyicilerimiz, bugün bizim qonağımız İmişli rayonunun sakini Sənan bəydir. Sənan bəyin müraciəti üzərinə biz İmişli rayonuna gəlmişik və Sənan bəyin müraciətini, Sənan bəyin şikayətini siz izləyicilərimizə çatdıracaq. Gəlin Sənan bəylə tanış olaq. Özünüzü təqdim edin Sənan bəy. Uğurlu Sənan Ağamırzaoğlu. Sənan bəy, sizin Uğur Media verilişinin kanalına müraciət etmək məqsədiniz nədən ibarət olub? Yəni bu kanala təşəkkür edirəm ki, mən şikayətim əsasında gəliblər, mən şikayət edən kimi maraqlanıblar. Mənim şikayətim İmişli rayon Kolxoz bazarının öz qohumum Quliyev Əziz tərəfindən şərikli alındıqdan sonra özünkiləşdirməsi tam şəriklikdən imtina edib öz əmlak kimi istifadə eləməsi və bizi şəriklikdən kənarlaşdırmasına görədir. Şərik sizlə almışdı bazarı və haçan alıbdır? Bazar hansı tarixdə alınıbdır? Nə zamandan Əziz sizlə şəriklik bağlayıbdır və saçanı şərikliyi pozubdur? 99-cu ildə şərikliyi qəbul edib bizlə bazar almağa girib 1999-cu ildən 2000-in ortasına işləmişik bir yerdə. Şərik olsaq da, şərik adına olsaq da heç bir şəriklik yəni gəliri bölünmədiyinə görə oradan yavaş-yavaş uzaqlaşdırılmışıq.